Deməli, burada psixrometrik cədvəl verilir. Biz indi dəftərdə yazdıq ki, psixrometr nisbi rütubəti ölçür. Düzdürmü? Psixrometr nəyə əsasən biz nisbi rütubəti təyin edə bilirik? Psixrometrik cədvələ əsasən. Və quşların səsi gəlir. Psixrometrik cədvəldən nə təyin edəcəyik? Bax, diqqətlə qulaq asın. Psixrometrin deyir ki, quru termometri 14 dərəcə, yaş termometri isə 8 dərəcə göstərir. İndi cədvələ baxaq. Quru termometrin göstərişi 14 demişdə, düzdürmü? Buradan 14'ü buradan dairələyirəm. Quru termometr çünki 14 göstərir. Sonra deyir ki, yuxarıda cədvəlin yuxarı hissəsinə baxıram. Burada yazıb ki, quru və nəm termometrlərin göstərişi fərqi. Mənim sualda nə qədər vermişdi nəm rütubəti? 8 dərəcə Selsi. 14-dən 8-in fərqi nə qədərdir? 6. Ona görə fərqdən 6-nı qaralayıram. Bəli, qaralayıram. Sonra da bu 14 ilə 6-dan xəttlər çəkirəm. Kəsişdiyi nöqtəni götürürəm. Cavab olur nə qədər? 42%. O biri mən deyim, o biri sual yoxdur haqqınız. Sağ ol demişdi. Bir sağ ol. Sənin xəttinə görə bir dənəsini tapa bilsən. Bax, sənin xəttinə bax. Bunu Kaan demək istəyir, buyur qadası, bax. Deməli, müəllim, quru termometr 12 dərəcə Selsi, yaş termometr 10 dərəcə Selsi göstərir. Quru və yaş termometrlərin göstəriş fərqi 2. Hə, la 2-ni dairə. Nisbi rütubəti ilə bağlı bir dənə də sualımız var dostlar. İndi sizdən soruşacağım, burada sonra diqqətin qulası. Yazıb ki, 2 otaqda yerləşən və gördüyünüz kimi 2 dənə otaq var. Hər birində də bir dənə psixrometri var. Psixrometrlər bilirsiniz ki, 2 dənə termometrdən ibarət olur, düzdürmü? Bəli. Termometrlərdən biri qurudur, sadə termometr. Digəri aşağı hissəsinə bəli, nəməski bağlayırlar. O da yaş termometrdir. İndi sual nədən ibarət? Yazır ki, termometrlərin göstərişləri verib ki, otaqlarda havanın temperaturları və nisbi rütubətlərini müqayisə edə. İndi quru termometr birincidə nə göstərir? 20. İkincidə nə göstərir? 20. İkinci otaqdakı 20 göstərir. Quru termometrlərin göstərişləri bir-birinə bərabərdir. Əgər qurular bərabərdirsə, qurular da otağın temperaturunu göstərirsə, onda otaqların temperaturları bir-birinə bərabərdir. Onda yazıram aşağıdan T1 bərabər olacaq T2-yə. Keçirəm ikinci məsələyə. İndi məndən soruşur nisbi rütubəti. Biz nə yazmışıq? Yaş termometrin göstərişi böyük olanda rütubət də çox olur. Birinci otaqda yaş neçədir? 17. İkinci otaqda yaş 15. hansında yaş böyükdür? 17'də. Deməli, nisbi rütubət harada çoxdur? Birinci otaqda yazıram, onda F1 böyükdür F2'dən. Bəs bərabər olsaydı nə olardı? F1, F2. Onda deyim, hər ikisi bərabər. Yox, yəni onu deyim, elə bərabər olsaydı yox.